adıyla. Əziz tamaşaçılar, bugün oruç tutan şəxsin Quran oxuması ilə bağlı çox soruşulan bir məsələni aydınlaşdıracağıq. Sual belədir ki, Quran oxuyarkən səhv edən şəxs oruc olduğu halda Quran oxuya bilərmi? Bu məsələdə dini hökmümüz aydındır. Quran oxuyarkən səhv edən şəxsin oruc halında Quran oxumasına heç bir problem yoxdur. Bir şərtlər ki, özünün səhv oxuduğu hissələri nazil olan əsl Quran sözləri kimi qəsd etməsin. Yəni, oruc tutan şəxs bilsə ki, oxunuşunda müəyyən səhvlər edir və bu səhvlər ilə nazil olunmuş Quranı dəyişdirmək niyyətində deyil. Onun Quran oxuması caizdir və orucuna heç bir xələl gətirmir. Bu hökm çox sevindiricidir. Çünki əks halda bir çox müsəlmanlar, xüsusilə də öyrənmə mərhələsində olanlar Ramazan ayında Quran oxuya bilməzdilər. Lakin İslam dini asanlıq dinidir və Quran öyrənməyi təşviq edir. Həmçinin xatırladaq ki, Quran oxumaq hətta səhvlərlə olsa belə niyyət doğru olduğu təqdirdə savabdır və Ramazan ayında xüsusilə tövsiyə olunur. Ümid edirəm ki, bu izah faydalı oldu. Dualarınızda bizi unutmayın. Allah amanında. Bismillahirrahmanirrahim.